Bakıda sərxoş sürücünün təhlükəli hərəkətləri hüquq mühafizə orqanlarına hərəkətə keçirdi. Nəzərinizə çatdıraq ki, sərxoş qadının görüntülərini videonun sonunda sizə təqdim edəcəyik. Hayır xəbər oxu azda istinadən xəbər verir ki, Bakının mərkəzində Nəsimi rayonu ərazisində baş verən hadisə ictimaiyyətin diqqətini cəlb edib. Belə ki, Porsche markalı bahalı avtomobili idarə edən qadın sürücü spirtli içki qəbul etdikdən sonra sükan arxasına keçərək şəhər yollarında ciddi təhlükə yaradıb. O, avtomobili yüksək sürətlə idarə edərək təhlükəli manevrlərlə digər hərəkət iştirakçılarını risk altına atıb. Hadisə yerində olan şahidlər qadının qaydalara məhəl qoymadan avtoxuliqanlıq etdiyini bildiriblər. Sürücü polis əməkdaşlarının saxla əmrindən məhəl qoymadan yoluna davam edib. Nəsimi rayon polis idarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən görülən operativ tədbirlər nəticəsində sürücü saxlanılıb və dərhal müvafiq yoxlamadan keçirilib. Spirtli içki qəbul etdiyi müəyyən olunan qadının şəxsiyyəti Həsənova kimi müəyyən edilib. Onun törətdiyi qanun pozuntuları ilə bağlı materiallar toplanaraq məhkəməyə təqdim olunub. Məhkəmə tərəfindən qəbul edilən qərara əsasən Həsənova 20 sutka inzibati həbs cəzası alıb. Eyni zamanda onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Bu cür halların qarşısının alınması məqsədi ilə hüquq mühafizə orqanları vətəndaşlara bir daha xəbərdarlıq edir ki, sükan arxasında sərxoş vəziyyətdə olmaq nəinki qayda pozuntusudur, həm də insanların həyat və sağlamlığına yönəlmiş ciddi təhlükədir. Bu kimi məsuliyyətsiz hərəkətlər qanunla sərt şəkildə cəzalandırılacaq. Videonu bəyənərək bizə dəstək ola bilərsiniz. Ölkədə və dünyada baş vermiş hadisələrdən ilk xəbər tutmaq üçün kanala abunə olub bildirişləri açıq saxlayın. İndi isə sizə sərxoş qadının görüntülərini təqdim edirik. Məni yol polisi saxlayıbdı, tabi olmamışam, tabesizlik eləmişəm, özümdən çıxmışam, artıq hərəkətlər eləmişəm, təhqir eləmişəm, əl qol atmışam.